Bu videoya qəti şəkildə baxmayın, çünki 4 saniyə içində acıyacaqsınız. Bu paylaşımda sobada lülə kebabı pişirəcəyik. 500 qram ətə bir çəkilmiş soğan, biraz keşniş, sonunda istiotundan, tuzundan, paprikasından vurub qarışdırırıq. Əti bir saatlıq soyuducuya qoyuruq ki, şişə çəkəndə dağılmasın. Kebabın yanında biraz kartof və pomidor da hazır edəcəm. Kartoflarımızı gözəl şəkildə ədviyyatlandırırıq. Bir qab duzlu su götürürük, ətimizi isə keçirdirik şişə. Əllə daha rahatdır, onsuz da özüm zəhərlənəcəm, heç kimə vermirəm ki. İndi isə soba listini hazırlayırıq. Siz bu gözəlliyə baxın. Bu görüntüyə baxıb acımamaq mümkündür sizcə. Sobaya bir sıra ət, kartof və pomidor düzürük. Əslində bu yeməyi hazırlamaq çox asandır. Sadəcə acı vaxtınızda etməyin ki, yeməyə baxa-baxa acından ölməyin. Ətlərimizi yağlayıb 200 dərəcədə qoyuruq pişməyə. Və qarşınızda dadlı lülə kebabı. Kebabların paltarlar kimi yığılıb pappalaca olub. Dəyərli izləyicilər, səhifəmizə dəstək olmaq üçün və yeni yemək vloqları, səyahət vloqları üçün səhifəmizi izləməyi unutmayın. Göz haqqınızı halal edin. Hələlik.